Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif şagirdləri üçün KSQ 1 nümunəsi paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olun ki, bu tipli izahlardan davamlı faydalana biləsiniz. Əgər mümkündürsə, bu videoları bəyənməklə, abunə olmaqla yanaşı öz WhatsApp statuslarınızda, qruplarınızda paylaşın ki, hər kəs faydalana bilsin. Vaxt itirmədən keçək izahlara. Ekranı yaxınlaşdıraq biraz. Daha rahat oxunmaq mümkün olsun. Deməli, itlər haqqında mətnimizə baxırıq. İt insanlar tərəfindən min illərdir ev heyvanı kimi saxlanılan ağıllı, sədaqətli bir canlıdır. Onlar bir çox sahədə insanlara kömək edir, evləri qoruyur, axtarış, xilas etmə işlərində iştirak edir. Bəzi hallarda isə xüsusi təlim alaraq polis və hərbi xidmətlərdə işləyirlər. Bu arada bir çox sahələrdə olmalıdır. Bir çoxdan sonra gələn isim mütləq cəmdə olar. Burada bir texniki səhv var. İtlərin çox fərqli cinsləri mövcuddur. Bəzi itlər balaca və mehriban, şirin görünüşlü olur. Bəzi itlər isə güclü və qoruyucu xarakterə malikdir. Onların qoxu hissi çox güclüdür. Buna görə narkotik və partlayıcı maddələrin axtarışında onlardan geniş istifadə edilir. İtlər insanlarla güclü emosional bağ qura bilirlər. Onlar sahibinə sadiq qalır, onu qoruyur, onunla vaxt keçirməkdən zövq alırlar. Buna görə də itlər insanın ən yaxın ... adlandırılır. İlk sual, mətndə hansı suala cavab yoxdur? İtlər hansı sahələrdə insanlara kömək edir? Demək, burada var, deyir ki, itlər bir çox sahələrdə insanlara kömək edir. Evləri qoruyur, axtarış, xilas etmə işlərində iştirak edirlər, xüsusi təlim alaraq polislərə, hərbi xidmətçilərə kömək edirlər. Yəni, bir çox sahədə kömək edirlər. İtlərin hansı xüsusiyyətləri var? İtlərin xüsusiyyətləri də burada qeyd olunur. Deyir ki, bəzi itlər balaca, mehriban, şirin görünüşlü, bəziləri güclü, qoruyucu xarakterə malikdir. Qeyd olunub. İtlər neçə il yaşayırlar? Mətndə belə bir cavab, belə bir fikir yoxdur. İtlərin cinsləri arasında hansı fərqlər qeyd olunub? İtlərin deyir ki, çox fərqli cinsləri mövcuddur bu hissədə. Davamında deyir ki, bəziləri balaca olur, mehriban olur, şirin olur, güclü olur, qoruyucu olur. Demək ki, fərqlər qeyd olunub. İtlərin insanlara münasibəti necədir? Bu da son abzasda deyir ki, itlər insanlarla güclü emosional bağ qura bilirlər. İnsanlara sadiq qalırlar, onları qoruyurlar, vaxt keçirməkdən zövq alırlar. Yəni, bunun da cavabı var. C variantı, itlərin neçə il yaşayırlar, neçə yaşları olur? Yaş barədə, il barədə heç bir fikir yoxdur mətndə. 2. Aşağıdakılardan hansı itlərin gördüyü işlərdən biri deyil? Axtarış və xilas etmə. Baxın, bu hissədə belə bir fikir var. Deyir ki, onlar bir çox sahədə insanlara kömək edir. Evləri qoruyur, axtarış, xilas etmə işlərində iştirak edir. Yəni, axtarış, xilas etmə var. Evləri qoruma var. Uçmağa kömək etmə, belə bir şey yoxdur. Polis xidmətindən istifadə, insanlarla dostluq. Polis xidmətindən istifadə var. Polis və hərbi xidmətlərdə işləyirlər. Var. İnsanlarla dostluq deyir ki, itlər insanlarla güclü emosional bağ qura bilirlər və onlara sadiq qalırlar. Demək ki, insanlarla dostluq məsələsi də var, amma uçmağa kömək etmə ifadəsi mətndə yoxdur. İtlərin cinsləri arasında hansı fərq mövcuddur? Yalnız rəng fərqi, yalnız göz rəngi, yaş fərqi, təkcə yaş fərqi, ölçü və xarakter fərqləri. O da bu hissədə qeyd olunur. Baxın, deyir ki, itlərin çox fərqli cinsləri mövcuddur. Bəzi itlər balaca, mehriban, şirin, bəziləri güclü, qoruyucu. Burada nə başa düşdük? Başa düşdük ki, yalnız rəng deyil, çünki balaca deyir. Yəni, göz rəngi deyir, uyğun deyil. Yaş fərqi, yaşdan söhbət getmir. Təkcə yaş fərqi yenə uyğun deyil. Ölçü və xarakter, bəli, boydan danışır, ölçüdür. Xarakterdə onların bəzilərinin şirin olması, bəzilərinin qoruyucu olması və s. və ilaxır. Ona görə doğru cavabımız Y variantı olacaq. Davam edirik. 4-dən. Üzərində rəqəm verilmiş hansı söz məcazi mənada işlənib? Bunun üçün biz cümlələrə baxmalıyıq. Deməli, bir ağıllıdır. Bu hissəyə baxırıq. İt insanlar tərəfindən min illərdir ev heyvanı kimi saxlanılan ağıllı bir canlıdır. Ağıllı həqiqi mənadadır. Sonra evləri sözü. Evləri qoruyur, axtarış, xilas etmə işlərində iştirak edirlər. Yəni, evi qorunmaqdakı ev həqiqi mənadır. Daha sonra,
Şirin sözü var burada. Deyir ki, bəzi itlər balaca, mehriban, şirin görünüşlü olur. İndi itin şirin olması. Biz şirin sözünün həqiqi mənasına nə deyirik? Məsələn, hər hansı bir şirniyyat, konfet, şokolad bunlar şirindir. Dad olaraq həqiqi mənada şirindir. İtin şirin olması biz iti yemirik axı onun həqiqi mənada dadına baxaq. Demək ki, bu görünüşlə əlaqəlidirsə, bu şirin görünüş əlbəttə ki, məcazi məna ifadə eləyəcək. Sonra 4-4 deyir ki, maddələrin axtarışında onların. Maddələrin axtarışı bu maddə həqiqi mənadır. Şirin burada məcazi mənalı ifadəmiz olacaq. Doğru cavabımız C variantı. Nöqtələrin yerinə hansı ifadə yazıla bilər? Nöqtələrin yeri mətndə ən sonuncu abzasdır. Deyir ki, itlər insanlara sadiq qalır, onları qoruyur, vaxt keçirməkdən zövq alırlar. Elə buna görə də itlər insanın ən yaxın dostu adlandırılır əlbəttə ki, onlar. Düşməni, qardaşı, yaxşı, dostu, faydası təbii ki, dostu adlandırılır. Cavab D variantı. 6-cı sualdan davam edirik. Yalnız mənsubiyə şəkilçisi artıranda ikinci hecasındakı saiti düşən sözləri müəyyən edin. Deməli, bu qrup isimlər ya həm hal, həm mənsubiyyəti artıranda düşür. Bunlar alınma sözlərdir. Digər qrup isə yalnız mənsubiyyəti artıranda düşür. Bunlar da milli sözlərə aiddir. Demək, biz milli sözləri axtarırıq. İsim alınma, fəsil alınma, ağıl alınma olsa da milli sözlər sırasına daxildir. Ağıl burada doğrudur, amma fəsil və isimə görə A-nı götürə bilmərəm. Zehin alınma, eyib alınma, ətir alınma. Burada üçü də alınmadır, ona görə həm hal, həm mənsubiyyət artıranda ikinci hecasındakı sait düşəcək. Alın milli, beyin milli, nəsil alınma. Alınmaya görə C variantı olmaz. Burun milli, beyin milli, qoyun milli. Mənim burnum deyəndə U düşəcək, mənim beynim deyəndə I düşəcək, mənim qoynum deyəndə U düşəcək. Amma hal artıranda düşməyəcək. Yalnız mənsubiyyət deməli D variantı uyğundur. Çiyin milli, ömür alınma, səbir alınma. Ona görə yenə də götürə bilmirəm. Doğru cavabımız milli sözlər olan D variantı olacaq. 8. Səs düşümü hadisəsi baş verən sözün iştirak etdiyi cümlələri müəyyən edin. Dayım mənə hər zaman bacıoğlu deyə çağırıb. Bacıoğlu bir sözün sonu I saiti, digər sözün başlanğıcı O saiti ilə başladığı zaman bu tip mürəkkəb sözlərdə saitlərdən biri düşür, olur bacoğlu. Burada I saiti düşür və bacoğlu kimi tələffüz olunur. Deməli, biri götürə bilərəm. Avtomobillər daxili yanma mühərriki ilə işləyirlər. Burada səs düşümü hadisəsi yoxdur. Avtomobil V F-yə keçir, O A-ya keçir. Avtomobil, buradakı O da A-ya keçir. Daxili yanma N M-ə keçir tələffüz zamanı. Amma burada hər hansı bir səs düşümü yoxdur. Dəvədabanı dərman bitkisi kimi istifadə olunur. Yenə burada bir səs düşümü yoxdur. Üçdə uyğun gəlməyəcək. Hamı əlağanı bacarıqlı usta kimi tanıyır. Yenə əlağaya baxın. Əli sözü I ilə bitir, ağa A ilə başlayır. Biri I ilə bitir, digəri A ilə başlayır. Deməli, tələffüz zamanı olacaq əlağa I saiti düşəcək. Burada yenə səs düşümü hadisəsi özünü göstərir. Yəni 1 və 4 düzgün cavabımız A variantı olacaq. 8. Tələffüz zamanı arasına Y samiti daxil olan qoşa saitli sözün işləndiyi cümləni müəyyən edin. Biz indi burada qoşa saitli söz tapmalıyıq, hansı ki arasına Y artıra bilək. Baxaq görə indi variantlarda bizə nə deyir? Usta saatı təmir edə bilməyəcəyini dedi. Burada qoşa saitli sözüm saat sözdür və onun tələffüzü olacaq saat formasında. Yəni, Y artırılmır, tam tərsinə A-nın biri düşür. Maarif şöbəsinin bağlanması əmri verilib. Maarifdə yenə qoşa A var, onun tələffüzü olacaq maarif formasında. Yenə A-nın biri düşüb, digəri uzanacaq, Y səsi artırılmır. Aydan pianinoda ifa etməyə bacarır. Pianinoda I-A var, yəni qoşa sait var, yanaşı gələn. Tələffüzü olacaq pianino. Deməli, I və A arasına Y artırılacaq. C variantı uyğun gəlir. O çox əli açıq insan kimi tanınıb. Yenə əli I ilə bitir, açıq A ilə başlayır. Bu zaman tələffüzdə səs düşümü hadisəsi baş verəcək. Əl, açıq formasına tələffüz olunacaq. Burada Y artırılmır, tam tərsi I, A saitlərindən I düşür. Çox oxuyan çox bilər. Burada ümumiyyətlə yanaşı gələn saitlər yoxdur. Yəni, qoşa saitli söz yoxdur burada. Doğru cavabımız olacaq pianoya görə C variantı. 9. Qalın, qapalı, dodaqlanan saitin uzun tələffüz olunduğu sözləri.
Qalan saitləri sayıram. A, I, O, U. Deyir ki, həm də qapalı olsun. Burada qapalı saitlər I və U-dur. A, O açıqdır. Onları çıxıram. Yerdə qaldı I, U. Həm də dodaqlanan olsun. I dodaqlanmır, U dodaqlanır. Deməli, mənə nə lazımdır? U saitinin uzun tələffüz olunduğu sözlər. Baxaq. Xəzinə, burada I uzun tələffüz olunur. Nəsimi, I uzun tələffüz olunur. Xüsusi, U uzun tələffüz olunur. Tələffüzü olacaq xüsusi. C-ni götürmək olar. Füzuli, U uzun tələffüz olunur. Olacaq füzuli. U uzandı. D-ni götürürük. Alimanə, burada 2A uzun tələffüz olunur. Şöbə, Ö uzun tələffüz olunur. Deməli, U saitin uzun tələffüz olunduğu bəndlər C və D olacaq. Düzgün cavabımız A variantı. Davam edirik 10-cu sualdan. Orfoqrafik normanın pozulduğu cümlələr. Yəni, düzgün yazılmayan sözləri axtarırıq biz. Mətbəə işçilərinin əməyi yüksək qiymətləndirilməlidir. Mətbəə qoşa ə ilə yazılır. Digər sözlərə də əməyi yüksək qiymətləndirilməlidir. Hər biri doğru yazılıb. Burada səhv yazılmış söz yoxdur. Tələbələr çox bal toplaya bilmədikləri üçün təəssüfləndirlər. Təəssüflənmək sözü səhv yazılıb. Çünki burada qoşa ə və qoşa s var. Təəssüfləndilər. Bu formada yazılmalıydı. Deməli, burada bir səhv var. Nərə balıqlarının kürüsü qiymətli qida məhsuludur. Burada bir səhv yoxdur. Mədən işçiləri ağır iş şəraitində çalışmağa məcbur idilər. Mədən sözündə qoşa ə yoxdur. Bu söz bir ə ilə yazılmalıdır. Mədən. Ona görə burada yanlışlıq var. Pozulduğu bəndlər harda oldu? 1, 4-də oldu. Bir də 2-də oldu. 2 və 4-də pozulma var. 1 ilə 3 doğrudur. 2, 4 cavab B variantı. Davam edirik növbəti sualdan 11. Birinci tərəfinin son samiti fərqli tələffüz olunduğu söz birləşmələrini müəyyən edin. Kərpic ev, palıd ağacı, kənd həyatı, ahəng qanunu, səbəb olmaq, kitab şöbəsi. Deməli, sonu B, C, D, G samitləri, bunlar cingiltili samitlərdir. Bu cingiltili samitlərlə bitən sözlərdən söhbət gedir. Əgər bu samitlərdən sonra sait səs gələrsə, cingiltililər olduğu kimi tələffüz olunur. Yox, əgər samit səs gələrsə, qayda nədir? B keçir öz qarşılığı P-yə, C keçir öz qarşılığı Ç-yə, D keçir öz qarşılığı T-yə, C keçir öz qarşılığı K-yə. Samit gələndə qarşılığına keçir, sait gələndə olduğu kimi qalır. Şərt deyir ki, fərqli tələffüz olunduğu. Fərqli tələffüz istəyirsə, demək samit gəlməlidir. Kərpic ev, baxıram özündən sonra sait gəlir. Deməli, kərpic sözündəki C olduğu kimi qalacaq. Palıd ağacı özündən sonra yenə sait gəlib. Deməli, palıddakı D olduğu kimi qalacaq. Kənd həyatı, buradakı D-dən sonra H samiti gəlib. Deməli, kənd T ilə tələffüz olunacaq. Daha açıq yazsam, kənd olacaq. Nəyə görə? Çünki özündən sonra samit gəldi. Ahəng qanunu G-dən sonra bax samit gəldi. Deməli, ahəng K ilə tələffüz olunacaq. Səbəb olmaq özündən sonra O saiti gəldi. Deməli, B olduğu kimi qalacaq. Kitab şöbəsindəki B-dən sonra Ş samiti gəldi. Samit gəldiyi zaman qarşılığı P-yə keçir. Fərqli tələffüzlər harda oldu? A fərqli deyil, B fərqli deyil, C fərqlidir, C-ni götürürəm. D fərqlidir, D-ni götürürəm. E fərqli deyil, F fərqlidir, F-i götürürəm. Deməli, C, D, F düzgün cavabımız olacaq. C variantı. 12. Deyilişi və yazılışı arasında fərq yaranmayan sözlər cərgəsi. 9 sözünün tələffüzü olur. Doqquz formasında. Əlbəttə sözünün tələffüzü olacaq. Əlbəttə formasında. Deməli, A-da hər iki söz fərqli tələffüz olunur. Ona görə A-nı götürə bilmirəm. Sənətkar, zəhmətkeş. Bu sözlərdəki kar və keş şəkilçiləri necə yazılırsa, o formada tələffüz olunur. Yadda saxlayın, kar və keş yazıldığı kimi tələffüz olunur. Elə B bəndi bizim düzgün cavabımızdır. Fərq yaranmır burada. İsti sözünün tələffüzü olacaq. İsti formasında. Hoppanmaq sözünün tələffüzü olacaq. Hoppanmaq formasında. Yəni, hər iki söz yazılışından fərqli tələffüz olunur. Tappıltı sözünün tələffüzü olacaq. Tap-bıl-tı formasında. 8 sözünün tələffüzü olur.
Sək, giz formasında yenə hər iki söz yazıldığından fərqli tələffüz olunur. Mütəkkə sözünün tələffüzü olur mütəkkə formasında, təşəkkür sözünün tələffüzü olur təşəkkür formasında. Yenə bunlar da fərqli tələffüz olunur. Fərqli tələffüz olunmayan B variantı olacaq. 13. Qoşa Y ilə yazılıb. Yazıldığı kimi tələffüz olunan sözün işləndiyi cümləni müəyyən edin. Qoşa Y ilə. Kəndimizə gələn səyyar satıcı. Səyyar qoşa Y kök daxilinə gəldiyi zaman elə yazıldığı kimi tələffüz olunur. Yəni doğru cavabımız elə A variantıdır. 6-cı sinif şagirdləri riyaziyyat olimpiyadasında birinci yeri tutdular. Burada qoşa Y riyaziyyat sözündədir. Bu sözün kökü riyazidir, iyyat şəkilçidir. Şəkilçi tərkibində gəldiyi zaman riyaziyyat bir Y ilə tələffüz olunacaq. Riyaziyyat bu formada olur. Xoşxasiyyət insanla hər kəs ünsiyyət etmək istəyir. Xasiyyət sözünün kökü xasdır, iyyət şəkilçidir. Deməli, xasiyyət sözü tələffüzü necə olacaq? Xasiyyət Y-nin biri düşəcək. Çünki şəkilçi tərkibində gələn Y bir Y ilə tələffüz olunur. Ədəbiyyat fənni bizə həyatı dərk etməyi öyrədir. Burada ədəbiyyat sözünün kökü ədəbdir, iyyat şəkilçidir. Yenə şəkilçi tərkibində gəldiyi zaman ədəbiyyat bir Y ilə tələffüz olunacaq. Lütfüzadə qeyri-səlis məntiq nəzəriyyəsinin nəzəriyyə sözünün kökü nəzərdir. İyyə şəkilçidir. Deməli, nəzəriyyə kimi tələffüz olunacaq və burada Y-nin biri düşəcək. Y düşməyən bənd A bəndi səyyar sözüdür. Nəyə görə? Çünki kök daxilinə gəlir. Kök daxilinə gələn qoşa Y olduğu kimi şəkilçi tərkibində gələn Y isə biri düşəcək. 14. Hansı sözdə nöqtələrin yerinə N, hansında M yazılmalıdır? Bomba M ilə yazılır, zənbil N ilə yazılır, şənbə N ilə yazılır, sönməz N ilə yazılır, qumbara M hərfi ilə yazılır, pambıq M hərfi ilə yazılır. Deməli, qarşılaşdırsaq, 1 burada yazaq, 2 burada yazaq. N ilə yazılanlar hansılar oldu? 1, B, C və D. M ilə yazılanlar 2, A, sonra Y və F. Doğru cavabımız bu formada olacaq. Davam edirik 15-ci və sonuncu sualımızdan. Bəzi iki hecalı sözlərə saitlə başlayan hal və mənsubiyyət şəkilçisi artıranda ikinci hecadakı sait düşür. Hal və mənsubiyyət deyirsə, deməli, milli və alınma sözlərə baxırıq. Yəni, alınma sözlərə. Hansı cümlələrdə bu qayda pozulub? Sənin ağılın çoxlarını heyran qoydu. Sənin ağılın, burada mənsubiyyətdir. Ağıl sözü, deməli, yazılmalıydı. Sənin ağılın. Burada həmin qayda pozulub. Bizim şəkilimizi, şəkil yenə alınma sözdür. Bizim şəklimiz mənsubiyyət gəlib və yazılmalıydı bu formada. Bizim şəklimiz. Deməli, yanlış yazılıb. Buradakı i artıqdır. Bu fəslin simvolu sarı rəngdir. Fəsil sözü normalda i ilə yazılmalıdır. Amma fəslin simvolu yəli hal gəldiyinə görə fəslin yazılması tamamilə doğrudur. Alimin beynini yoxlanışdan keçirdilər. Beyin sözü normalda i ilə yazılır. Alimin beyni mənsubiyyət qəbul etdiyinə görə bu söz elə beyni yazılmalıydı. Burada da o formada yazılıb. Yəni, tamamilə doğru yazılıb. Burada 3 ilə 4 doğru yazılıb, pozulub. Hansı hallarda pozulub? 1 və 2-də. Deməli, bu sualın doğru cavabı 1 və 2 olacaq. Bu videonun da sonuna gəldik, dəyərli izləyicilər. Siz də videolarımızı öz kanallarınızda, WhatsApp statuslarınızda, sinif yoldaşlarınızla, ətrafınızla paylaşaraq daha çox şagirdin bu videolardan faydalanmasına şərait yarada bilərsiniz. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Rəy bölməsində öz fikirlərinizi yaza bilərsiniz. Hansı mövzulardan izah istəyirsinizsə qeyd edə bilərsiniz. Növbəti videolarda görüşərik. Sağ olun.